Bu blog çəkməmdə özümə xoş olan bir məqam tapdım. Hardasa bir 2-3 gün bundan qabaq. İşlə əlaqəli laqon da paylaşdım. O nətər taxta üçün idi, nətər dəmir üçün çevirdim falan. Bir də darvazayan qoluna aid. Yəni darvaza avtomatik qol qoyasınızsa belə falan falan. O şimdi orada uzun məsələdir. İndi bir nəfər zəng elədi ki, bəs bu laqon da nətər düzəltdin qardaş, onu başa sal. Bir nəfər yanıma gəldi, onu maraqlandı. Hər ikisinə də indi bacardıqca yardım elədim. Yəni adama bir şey ləzzət eləyir ki, nətər xoşdur ki, sən kiməsə, sənin bloqun yəni bir faydası oldu. Yəni bu günlərim sən yuxudan oyandın və kiməsə fayda verdin. Eynən də o darvaza qolu ilə əlaqəli bir video paylaşmıştım. Orada da kardeşim biri yazıb ki, deyir bir 3 ay bundan qabaq yoxsa 4 ay yazmışdı. Sənin videon qarşıma çıxsaydı indi 4000 ziyana düşməzdim. Yəni ki indi kimisə qarşısına çıxıb ki, yəni o da 4000 inşallah ki ziyana düşməz. Yəni bu qardaşa biraz geç çatdırdıq informasiyanı, amma sənin videoların təkcə məsələn qazanc kimi də baxma da. Yəni bir insanlara faydalı olmaq, yəni o məncə elə yetərlidir. Yəni mütləq deyil ki, sən nəsə qazanasan. İnsanlara faydalı oldu. Yəni onun bir həzz yaşamı biraz başqadır da. Yəni o biraz adama başqa huzur ləzzət eləyir. Ona görə blog çəkilişinə, nə çəkirsiniz çəkinin, hər insanın bir bildiyi var. Yəni bildiyinizdən danışın. Nə dəsə ideal bilirsinizsə onunla paylaşın insanlarla.